Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Mingəçevir Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Akif Mirabov vəfat edib. Mətbuat TASS xəbər verir ki, o bugün dünyasını dəyişib. Qeyd edək ki, mərhum Azərbaycan milli qəhrəmanı Rəşad Mirabovun atasıdır. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mirabov Rəşad Akif oğluna ölümündən sonra Azərbaycan milli qəhrəmanı adı verilmişdir. Qeyd edək ki, Mirabov 2000-ci ildə Respublikanın əməkdar artisti adını alıb. 2013-cü ildə Tərəqqi medalı, 2019-cu ildə Prezidentin fəxri diplomu və bir çox fəxri fərmanlarla təltif olunub. Allah rəhmət eləsin.